Uşaqların hüquq və təhlükəsizliyinin təmin olunması yalnız real həyatda deyil, rəqəmsal mühitdə də aktual məsələlərdəndir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə beynəlxalq oyun və sosial media platformaları ilə əməkdaşlığı genişləndirir. Uşaqlarla bağlı bir neçə oyun platformaları mövcud problemlərin həlli istiqamətində Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirir ki, məqsəd həmin platformaların fəaliyyətini ölkədə məhdudlaşdırmaq deyil. Məqsədimiz onların fəaliyyətini məhdudlaşdırmaq deyil, onların rəhbərlik etdiyi, yaratdığı və gündəlik inkişaf etdirdiyi bu platformada uşaqların zərərli məlumatlardan qorunması standartlarını da yaratmağı və özləri buna nəzarət etməyini istəyirik. Sədrin sözlərinə görə, əgər bu platformalar milyonlarla insanın istifadə etdiyi böyük şəbəkələr yarada biliblərsə, mövcud problemlərin aradan qaldırılması istiqamətində də effektiv addımlar ata bilərlər. Biz onlarla əməkdaşlıq şəraitində bu problemlərin aradan qaldırılmasına töhfə vermək istəyirik. Əlbəttə, hər bir ölkənin özünün ümumi standartlara uyğun qanunları olduğu kimi fərdi milli maraqlarına uyğun da dəyərləri var və bu dəyərlər qorunmalıdır. Bahar Muradova həmçinin ölkədə doğum göstəricilərinə də toxunub. O bildirib ki, Azərbaycanda doğum sayının azalması dövlət qurumları ilə bağlı məsələ deyil. Bu demoqrafiya, milli kimlik, gələcək insan kapitalının formalaşması məsələsidir. Bu insan hüquqları məsələsinə bağlıdırsa da yenə də biz milli mənəvi dəyərlərimizə, ailə dəyərlərimizə qayıdaraq ailənin dayanıqlığını, möhkəmliyini və davamlılığını təmin etmək üçün demoqrafik sahədə balansı qorumağa çalışmalıyıq. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan Mənim Səsim, Mənim Hüquqlarım mövzusunda keçirilən konfransda Uşaq Səfirlər Məclisinin həm Bakı, həm də region nümayəndələrindən ibarət 100 fəal uşaq qatılıb. Konfrans zamanı uşaqları maraqlandıran mövzular üzrə məclis üzvlərinin çıxışları dinlənilib. Həmçinin 100 Uşağın Səsi adlı interaktiv stenddə uşaqlar tərəfindən qeyd olunan arzu və təkliflər səsləndirilib. İlkənə Vayqif qızı, Məhəmməd Həsənzadə, Space Xəbər.